Azərbaycan son illər beynəlxalq hüquqda, beynəlxalq münasibətlərində çəkisi artan dövlətə çevrilir və hər bir regionla bağlı qərarlar Azərbaycanın iştirakı olmadan həyata keçirilmir və bu regionda Azərbaycan gündəliyi müəyyən edən ölkəyə çevrilib və bu da əlbəttə ki, eyni zamanda konstitusiyamızın inkişafının belə deyək, paralel olaraq onun icrası ilə bağlı olan məsələdir və hesab edirəm ki, əgər biz müqayisə etsək konstitusiyanın ilk qəbul olduğu illə və sonrakı inkişaf mərhələsi ilə Azərbaycan xeyli inkişafa nail olmuşdur. Azərbaycanda həm vətəndaş həmrəyliyi, həm vətəndaş cəmiyyəti formalaşmışdır və Azərbaycan Respublikası müstəqil və suveren siyasət həyata keçirdən ölkəyə çevrilmişdir.